Apiterapiya, yəni unikal xassələrə malik olan bal və arı zəhərindən istifadə etməklə bir sıra xəstəliklərin müalicəsi. Qədim dövrlərdən alimlər arı məhsullarının kimyəvi tərkibini öyrəniblər və beləliklə də apiterapiyada geniş imkanlar açılıb. Ölkəmizdə bu müalicə üsuluna müraciət edənlər olsa da geniş yayılmayıb. Qədim təbabətin müasir dövrdə tətbiqi çox böyük maraq doğurur. Bəs ölkəmizdə bu sahənin inkişafına ehtiyac varmı? Balı ilə şəfa tapdığımız arı məhsulları ilə yanaşı arı zəhərinin də faydalı olduğunu bilirdiniz. Bəli, apiterapiya müalicə növündə məhz arı məhsulları ilə yanaşı arı zəhərindən də istifadə edilir. Ancaq digər müalicə növündə məhz arı zəhərindən hazırlanmış dərman preparatlarının xüsusilə laboratoriya şəraitində hazırlanması olduqca vacibdir. Əks halda arı zəhərinin birbaşa qəbulu insan sağlamlığı üçün böyük təhlükə yarada bilər. O zəhər, mən deyərdim ki, ilan zəhərindən dəfələrlə güclü bir məhsuldur. Onu biz çətin bir vasitə ilə onu toplayırıq. Hal-hazırda özüm toplamışam, amma artıq deyim ki, onun bugün bazarı yoxdur. Biz onun satışı, onun emalı, istehsalı. Bitki mənşəli təbii məhsullar və xalq təbabətinə əsaslanan müalicələr həkimlər tərəfindən də tez-tez tövsiyə olunur. Artıq bütün dünyada bu üsul geniş yayılıb. Xüsusilə qeyd etmək lazımdır ki, dünyada apiterapiya ilə müalicə yüksək gəlir gətirən sahədir. Azərbaycanın əlverişli ekologiyası və zəngin təbiəti isə bu sahənin ölkə daxilində inkişafı üçün geniş imkanlar yaradır. Xüsusilə bizim Qarabağ kimi bitki inciləri ilə deməli zəngin olan bir torpağımızda apiterapi, aromaterapi klinikalarının və yaxud da otellərdə bir punktların yaradılması, ondan alınan məhsulların ixracı, ondan insanların müalicəsini istifadə eləmək əsas məqsədimizdən biri olmalıdır. Elə Bakıda keçirilən 3-cü Beynəlxalq Apiterapiya və Təbiət Konqresi də məhz Azərbaycanda apiterapiyanın genişlənməsi məqsədini daşıyır. Bəs bu nə dərəcədə mümkündür? Alimlərdən soruşduq. Mənim fikrimcə, Azərbaycanın apiterapiya ilə müalicə sahəsində böyük potensialı var. Bu istiqamətdə araşdırma aparmışıq. Mənim ölkəmdə də bu təbii üsuldan istifadə edilir. Əməkdaşlıq imkanlarına nəzər salaraq birgə beynəlxalq layihəyə başlaya bilərik. İş birliğine ihtiyacımız var. Üniversitelerle, Bakü Üniversitesi'nde özellikle Azerbaycan'ın en iyi akademisyenleriyle bizim ortak işbirliği, ortak projeler yapmamız lazım. Avrupa Birliği projeleri yapmamız lazım. Qarabağın florası çox zəngindir. Biz bir-birimizlə əməkdaşlıq edə bilərik. Tələbə mübadilələri edilməklə də xarici təcrübələrdən yararlanmaq olar. Təbii üsulla müalicə aparılması üçün Azərbaycanın təbiəti daha dərindən öyrənilməlidir. Bununla da ölkəniz bu sahədə fayda əldə edə bilər. Bu həm də ölkə iqtisadiyyatının inkişafına böyük töhfə olar. Bəs apiterapiya hansı xəstəliklərin müalicəsində effektlidir? Anginada, irtihabı xəstəliklərdə, ağız xoralarında istifadə edirlər. Amma polen birləşmələri özlüyündə daha güclü təsir vasitəsidir ki, onlar arıların ayağına yığılan müxtəlif çiçəklərin tozluqlarıdır. Qısaca desək, apiterapiyanın ölkəmizdə sürətlə inkişafına potensial varsa, vacib olan bu fürsəti düzgün və səmərəli şəkildə dəyərləndirməkdir. El arasında deyildiyi kimi, dünyada ən böyük loğman arı, ən yaxşı dərman isə onun məhsullarıdır. Fidan Mahmudova, Nigar Davudova, Kamran İsayev, Fidan Şakir qızı, ASTV xəbər.